Salam, Mehriban Görüş verilişlərinin əziz tamaşaçıları. Bugünkü qonağımız kürsüdə qanunları, masa arxasında isə insan ruhunu müdafiə edən, bir tərəfdə Ağcabədinin torpağına bağlı deputat, digər tərəfdən isə sözün halallığına sığınan şair, hörmətli Tahir Rzayevdir. Tahir müəllim, Mehriban Görüş verilişinə xoş gəlmişsiniz. Xoş gördük. Tahir müəllim, neçə ildir deputat fəaliyyətindəsiz? 25 ildir, 6 çağırışlı parlamentdəyəm və parlamentdə olduğum müddətdə də həmişə çalışmışam ki, öz seçkilərimin etimadını qazanım, onlarla daimi təmasda olum. Ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr var. Ölkənin iqtisadiyyatı üçün, mənəviyyatı üçün, mədəniyyəti üçün lazım olan o vəzifələri çalışdığım qədər yerinə yetirim. Çünki bu ancaq deputatın borcu deyil, bu həm də bir vətəndaşlıq borcudur. Çünki bu torpağı, bu xalqı, bu vətəni sevən hər bir insan öz üçün nəsə qoymalıdır, nəsə etməlidir. O öz əməli ilə, öz işi ilə xatırlanmalıdır. Ona görə də yolumuz aydın yoldur. Ölkə rəhbərinin tutduğu o bəşəri yoldur, sülhdür, əmin-amanlıqdır, inkişafdır və deputat həmkarlarım kimi mən də o amallara sadiqəm və istəyirəm ki, həmişə qarşıya qoyulan o vəzifələri yerinə yetirim. Siz Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya, fəlsəfə doktorusunuz. Həyat yolunuz çox maraqlıdır. Həm deputat, həm də yazıcı, publisistsiniz. Əminəm ki, söhbətimiz səmimi və mehriban olacaq. İlk sualım belədir. Tahir Rzayev daxilən kimdir? Bilirsiniz, hər bir kəsin özünün daxili aləmi olmalıdır. Sözsüz bu bir bəşərliyə söykənməlidir. Amallar pak olmalıdır, təmiz olmalıdır. Bizim hər birimiz bu torpağın oğlu kimi, bu vətənin oğlu kimi dövlətin mənafi üçün çalışmalıyıq. Xalqın mənafi üçün çalışmalıyıq. Vəzifəmizdən, mövqeyimizdən asılı olmayaraq hər bir kəs istəməlidir, çalışmalıdır ki, ölkəsi tanınsın, insanları sevilsin və bu sevildiyinin də müqabilində onun özü də sevilməlidir. Çünki bugün Azərbaycan dünya açılan bir qapıdır. Artıq şükürlər olsun ki, dövlətimiz, xalqımız beynəlxalq aləmdə tanınır. Nəinki tanınır, sevilir. Torpaqlarımız düşməndən azaddır. Biz artıq 30 ilin o istirabların, o ağrıların geridə qoymuşuq. Ancaq o torpaqlar çox çətin mübarizə yolunda geri qaytarıldı, əldə olundu. Çünki milyondan çox qaçqın uzun illərin həsrətini yaşadılar. O torpağa qayıtmaq, o torpaqda yerində işləmək, məhsul yetişdirmək, orada övlad böyütmək və ölkə rəhbərinin qətiyyəti, səyi, o uzaqgörən siyasəti nəticəsində bu mümkün oldu. Çətin bir məsələ idi, müşkül bir məsələ idi, düyünə düşmüş bir məsələ idi. Bunu ancaq Cənab İlham Əliyev kimi müdrik siyasətçi aça bilərdi o qapıları. Bu çətin məsələni o həll eləyə bilərdi. Əlbəttə ki, xalqın dəstəyi ilə, ordunun birliyi ilə, insanların öz rəhbərinə sevgisi ilə, rəhbərin insanlara qayğısı ilə bu müşkül məsələ aradan qaldırıldı. Və bugün bizim hər birimiz fəxr eləməliyik, qürur duymalıyıq. Çünki başımız ucadır və mənim də başımın ucalığı bir insan kimi bu proseslərdə iştirak eləməyim əlbəttə ki, qürur vericidir və
elə bilirəm ki, mənə görə bizim hər birimizin 10 milyon insanın hər birinin döşündə bir şöhrət ordeni var. Onu cənab prezident bizə bəxş eləyib və bugün qürurluyuq. Və mən də qürurluyam. Bir millət vəkili kimi, bir vətəndaş kimi, bir yaradıcı adam kimi. Ona görə də mənim də amalım, mənim də istəyim xalqımı xoşbəxt görməkdir. Evet. Torpaqlarımı azad görməkdir, ölkəni inkişafda görməkdir. Və elə bilirəm ki, bu amalda, bu istəkdə olan hər bir insan özünü xoşbəxt hesab eləyə bilər. Çünki imzası imzalar içində olmayan, tanınmayan Azərbaycan bugün dünyaya səs salıb. BMT Təhlükəsizlik Şurasının tribunasından bizim çağrışlarımız eşidilir. Ölkə prezidenti bir lider kimi bugün dünya nümunə göstərilir. Onun bəşəri ideyaları, onun çağrışları nəinki Azərbaycan xalqı üçün, dünya xalqları üçün bir nümunə hesab olunur. Çünki bu bilavasitə tək Azərbaycan xalqının rifahı üçün deyil, dünya xalqlarının xoşbəxtliyi üçün, saadəti üçün bir çağrışdır. Sülh, azadlıq, əmin-amallıq, beynəlxalq normalara sadiqlik ölkə rəhbərinin çağrışlarıdır və biz bugün Davosda çox böyük tədbirlər keçirilir. Ölkə rəhbərinin o tədbirlərdə dünyanın aparıcı dövlət rəhbərləri ilə, şirkət sahibləri ilə, ictimai-siyasi xadimlərlə görüşlərində də bunu aydın görürük, bu çağrışları hiss edirik. Ona görə də ölkə rəhbəri hər bir çağrışa, hər bir beynəlxalq tədbirə dəvət olunur və yenə deyirəm, bu hər birimizə bir qürur verir, bizə bir fəxarət oyadır. Bəli, stimul verir. Tahir müəllim, Qarabağ və Şərq Zəngəzurda aparılan əkin-biçin işləri, orada tətbiq olunan ağıllı kənd layihələri sürətlə davam edir. Böyük qayıdış fonunda insanların həmin torpaqlarda hansı şəraitdə və hansı güzəştlərlə təsərrüfat qura biləcəyi hər kəs üçün maraqlıdır. Bilirsinizmi, o torpaqlar çox bərəkətli torpaqlardır. Mən də Qarabağlıyam. Çünki o rayonlarda dəfələrlə olmuşam. Ancaq o torpaqlar 30 il işğal altında oldu. Əkilmədi, becərilmədi, torpağa, ağaca qayğı göstərilmədi. Çox acınacaqlı bir vəziyyət yarandı. Ancaq torpaqlar işğaldan azad olunandan sonra orada çox möhtəşəm işlər görülür. Hal-hazırda davam edir. Hal-hazırda bu işlər də davam edir. Heç vaxt biz təsəvvürümüzə gətirə bilməzdik ki, işğaldan keçən az bir müddətdə bizim Şuşamıza, Füzulimizə, Ağdamımıza, eləcə də digər rayonlarda elə böyük işlər görülsün, elə böyük infrastruktur layihələri həyata keçirilsin, elə böyük şəhərlər salınsın, məktəblər tikilsin, xəstəxanalar inşa olunsun, yollar çəkilsin, tunellər qazılsın. Bilirsiniz, adam indi görür, düzü təəccüblənir ki, bu hansı vəsait hesabınadır, bu hansı qüvvə hesabınadır, bu necə oldu ki, bu viran qalan, yerlə yeksan elinən ərazilərdə indi belə möhtəşəm bir abadlı işlər görülür. Əlbəttə ki, bunun əsası var. Sözsüz bu, xalqın iradəsindən, ölkə rəhbərinin o torpaqlara, o regionlara qayğısından, diqqəsindən qaynaqlanır. İqtisadiyyatımız güclüdür. Bilirsinizmi? İqtisadiyyatı güclü olmayan dövlət heç vaxt elə möhtəşəm işlər görə bilməz. Və Azərbaycan prezidenti də ölkəyə rəhbəri elədiyi dövrlərdə həmişə bildirirdi ki, biz iqtisadiyyatımızı gücləndirməliyik. Biz ordumuzu möhkəmləndirməliyik. Biz hərbi kadrlar hazırlanmalıyıq. Bu olmasa əgər, biz torpaqlarımızı azad eləyə bilməzik. Və o iqtisadiyyatın gücünə, o birliyin sayəsində o torpaqlar azad olundu.
Və bugün də o torpaqlarda görülən işlərin möhtəşəmliyi nəinki bizdə, xarici ölkələrdə gələn o dövlət rəhbərlərində, o ictimai-siyasi xadimlərdə, o jurnalistlərdə çox böyük əks-sədar yaradır ki, necə ola bilir ki, bu torpaqlar axı viran qalmışdı, bu torpaqlarda indi belə möhtəşəm işlər görülsün. Və sözsüz ki, o torpaqlar ölkə iqtisadiyyatı üçün çox böyük potensiala malikdir. Xüsusilə kənd təsərrüfatının inkişafı üçün. Sovetlər dövründə o torpaqlar ölkənin kənd təsərrüfatı məhsullarının hardasa 15%-ni təmin edirdi. Güclü pambıqçılıq rayonları, taxılçılıq, heyvandarlıq rayonları idi. Orada kənd təsərrüfatının digər sahələrin inkişaf edilmişdi. Və bugün bizə qürur doğurur ki, artıq torpaqlar minalardan təmizlənəndən sonra indi əkin dövriyyəsinə daxil olunub həmin torpaqlar. Artıq son illərdə 100 min hektarlarla həmin ərazilərdə dərli paxlalı bitkilər, taxıl yetişdirilir. Digər kənd təsərrüfatı məhsulları yetişdirilir. Kənd təsərrüfatından uzaqlaşırlar. Bilirsinizmi, ortada olan o durğunluq illəri, xüsusilə o dövrdə 88-ci ildə erməni faşistlərinin bu Qarabağa təcavüzündən sonra, eləcə də o hakimiyyətsizlik dövründə kənd təsərrüfatının o yaratdığı, o yaranan baza demək olar ki, məhv olundu. Çox böyük iri heyvandarlıq kompleksləri var idi, böyük maşın traktor parkları var idi, bizim böyük zavodlarımız var idi, emal sənayesi var idi. Onlar bir neçə ilin ərzində məhv olundu, getdi. Uzaqlaşması da bunların bir 20% olan torpaqlarda ermənilər bunları məhv elədilər. Qalan yerlərdə də o dövrdə səriştəsizlik, o işi bilməməyin üzündən kənd təsərrüfatı geri qaldı. Ancaq indi son illərin biz nəticəsinə nəzər salanda görürük ki, aqrar sektor sürətlə inkişaf eləyir. Bax, elə keçən ilin biz nəticəsinə nəzər salsaq, son 30 ildə əldə olunmamış nailiyyət qazanılıb pambıqçılıqda. 360 min tondan çox pambıq təhvil verilib. 3 milyon 300 min tondan çox gənclər aqrar sektorunu necə cəlb etmək? Gənclər var aqrar sektorda. Niyə gənclər yoxdur? Bax, gənc fermerlər var, gənc bugün sahibkarlar var ki, onlar bu sahədə çalışırlar. Ancaq mən yenə deyirəm, istənilən səviyyədə deyil. Bugün heyvandarlığın inkişafından söhbət gedir. Bir çoxları ətin, südün bahalaşmasından danışırlar. Ancaq müəyyən halda mən kənd adamıyam. Uzun illər kənd təsərrüfatı sahələrində çalışmışam, rayonda olduğum olur. Bazarlardakı bu bahalaşmaların qarşısını almaq üçün nə etmək lazımdır? Bilirsiniz, bugün bazar iqtisadiyyatıdır. Biz dövlətdən bunu tələb eləyə bilmərik ki, bazarda qiymətləri aşağı salsın, ucuzlaşma geçsin. Bilirsiniz, bazar iqtisadiyyatı... Yox, mümkündür. Bu nədən? Bu sağlam düşüncədən irəli gəlməlidir. İnsanlar fikirləşməlidirlər ki, bu kətdə yaşayırsa əgər, kətdə başqa vəzifə yoxdur. Müəllimdir, müəllimliyini eləyir. Müəllim kimi. Həkimdirsə orada həkimliyini eləyir. Digər müəyyən dövlət qulluqçusa, bir neçə dövlət qulluqçusu o kətdə idarə etmədə iştirak eləyir. Kətdə nə var? Kətdə torpaqdır, bir də sudur, bir də insandır. İnsan bilməlidir ki, bunun pay torpağı var. Bunun pay torpağı var. Bunun suyu var. Kənd üçün müəyyən imkanlar yaranır. Bilirsiniz, son 4 dövlət proqramı, sosial iqtisadi inkişafa dair dövlət proqramı. Bilirsiniz, kəndlərimizi nə qədər abadlaşdırıb. Artıq bütün kənd yolları müasirdir. İşıq daimi var. Su daimi var. Müəyyən problemlər olsa da qaz var. Əgər o şəraitlər varsa da. Bu zəhmətdən asılıdır. Bəzi gənclərimiz, mən açığını deyim, xoşlarına gəlmir. Onlar zəhmətə qatlaşmaq istəmirlər. Onlar bilirsiniz,
Bu yenə deyirəm, bunun üçün çox güclü maarifləndirmə aparılmalıdır. O kətlərə izah eləmək lazımdır ki, kəndçilərə, o kətdə yaşayan gənclərə, sən Bakıya gəlirsən, bax Bakıda nə edirsən? Bilirsiniz, şəhərdə indi nə qədər o negativ hallar artıq yol verilir. Bugün bax, oğurluq hallarıdır, narkomaniyadır, ondan sonra digər mənfi hallardır. Sayı çoxalıb əvvəlki illərə nisbətən. Bunun da çoxuna yol verən gənclərdir. Onlar gəlirlər şəhərə, şəhər mühdündə 1 ay, 2 ay, 3 ay görürlər ki, burada da elə bir iş tapa bilmirlər, zəhmətə qatlaşmırlar, başlayırlar əyri yollara getməyə. Ancaq o zəhmət çəksə əgər, kənddə bu şərait var, bu imkan var. Yenə deyirəm, elə bilirlər ki, yüngül əziyyət çəkməklə hər şeyi qazanmaq olar. Amma yox, mütləq o torpağa əlmək lazımdır. Torpaqdan istifadə eləmək lazımdır. Və bugün elə insanlar var ki, kənddə, elə sahibkarlar var ki, onlar əməlli başlı mən deyərəm, istənilən səviyyədə dolana bilirlər. Çünki əkirlər, becərirlər, yığırlar, istifadə edirlər və planlı şəkildə. Ancaq birdən mən deyirlər, ət bahalaşıb, deyirəm, sənin həyatında həyatyanı sahan var, pay torpağın var, heyvan saxlayırsan, quş yetişdirirsən, sən burada bir xırda buynuzlu malqaran var, deyir ki, ay müəllim, əziyyətlidir. Deyirəm, onda deyirsən, ət bahalasın. Sonra mənə nə deyirlər? Deyirlər, müəllim, artıq o kət qızlarla deyir, sağın deyir, inək sağmaq vaxtı keçib. Mən də onlara sual edirəm, yaxşı, onda sən ət istəmə, süd istəmə, yağ istəmə. Bizim də gəncliyimiz olub da, mən düzün deyirəm, şəhərdə yaşamışıq biz, bizim həyatımızda inək saxlamışıq, qoyunlarımız olub, ondan sonra ağaçlara baxmışıq, meyvə yetişdirmişik. Ancaq demək olar ki, gənclər qalmayıbdır. Qalmayıblar və yenə deyirəm, orada heç insan öz həyatında meyvə ağaçlarında bəslənmir. Görürsən ki, 1 hektar torpaq sahəsi var, həyatyanı torpaq sahəsi var, bir dənə ağac yoxdur. Su da yanından geçir. Bilirsiniz, kənd mütləq o torpaq insanı yaşatmalıdır. Kənd mühitində hər bir kəs işləməlidir. Tahir müəllim, parlamentdə kəndlər haqqında yeni qanunlar nə vəd verir? Bilirsiniz, biz artıq bir neçə ildir mən Aqrar Komitəyə rəhbərlik eləyirəm və biz hardasa 95-ci ildən bəri hesablasaq, o parlamentdən müzakirə olunan qanunlara edilmiş dəyişikliklərin mən siyasət aparmışam. 400-ə yaxın hüquqi normativ sənəd var. Bunlar qanunlardır, qanunlara edilmiş dəyişikliklərdir, əsaslanmalardır. Sonra konvensiyalardır, beynəlxalq müqavilələrdir. Bunların çoxu da əksəriyyəti də kənd təsərrüfatı ilə bağlıdır. Elə bir Milli Məclisin elə bir yığıncağı olmur ki, orada kənd təsərrüfatı ilə əlaqəli hansısa bir məsələyə müraciət edilməmiş olsun. Yəni olur, tez-tez. Əlbəttə ki, bilirsiniz, bu bugün günün tələbidir. Bugün aktualdır ki, mütləq dövr zaman reallıqlar yeni problemlər qarşıya qoyur. O problemləri aradan qaldırmaq üçün artıq köhnə qanunlarla işləmək olmaz. Ona görə də 20 il bundan əvvəl qəbul olmuş qanunlara əlavələr, dəyişikliklər etmək lazımdır. Ya onu yeniləmək lazımdır və bu proses gedir. Ancaq bu qanunların yerinə yetirilməsi məsələsinə gələndə gərək yerdə bunun mahiyyətini dərindən anlamış olsunlar. Bunu başa düşmüş olsunlar. Yoxsa bəzən elə olur ki, yerdə torpaq mülkiyyətçisi o qanunda qarşıya qoyulan vəzifəyə əməl eləmir. Sonra gileylənir. Niyə mənim torpağım belə oldu? Niyə mən subsidiya ala bilmədim? Niyə mən torpağı analizdən keçirdim? Mənə əlavə ödənişlər verilmədi. Ancaq hər şey qanunla olmalıdır. Bax, Tahir müəllim, aydındır. Bu əqrar sahədə qəbul edilən yeni qanunlar subsidiyaların verilmə qaydaları və fermerlərin qarşılaşdığı bürokratik müayinələr danılmazdır. Tez-tez deyirlər ki, kənd təsərrüfatının subsidiyaları bəzən yerinə çatmır və ya
səmərəsiz xərclənir. Bunları aradan qaldırması üçün nə etmək lazımdır? Və mexanizmə nəzarəti necə daha şəffaf etmək olar? Aqrar sahədə subsidiyalar verilməsi mexanizminin təkmilləşməsi haqqında çox mühüm bir qanun var. O qanundan sonra Yəni bu danılmazdır da kəndlilər arasında narazıçılıqlar çox olur. Çox rast gəlirik. İndi elə ona görə gəldik. Çox sağ olun. Siz ardıcıl bunu dediniz. Mən də davam etdirmək istəyirsiniz. Bax, torpaqların analizi məsələsi var. Bu nəyi tələb eləyir? Tələb eləyir ki, hansı sahədə pambıq əkmək olar? Hansı sahədə məhsuldar buğda yetişdirmək olar? Onun üçün mütləq mütəxəssis rəy lazımdır. Bu torpaqlar analiz olunmalıdır. Analiz olunandan sonra həmin yerlərdə əkilən məhsula subsidiya verilməlidir. Və çox təəssüflər olsun ki, bir çox hallarda insanlar bunun fərqində deyirlər. Onlar deyir ki, mən bu şorlaşmış torpaqdır, elə burada mən buğda əkməliyəm, ya bu pambıq yetişdirməliyəm və mən subsidiya almalıyam bunun üçün. Tahir müəllim, indi hər kəndlinin özünə məxsus bacarığı var da, marağı var torpağa. Marağı var torpağa. Mən yenə deyirəm, əgər doğrudan kətçi istəyirsə, bunun pulu olsun, bir yaxşı məhsul yetişdirsin, onda torpağı yararlaşdırmalıdır birinci. İkinci, mütləq münbit torpaqda taxıl əkməlidir, pambıq əkməlidir. Yoxsa iki tərəfli ziyana düşəcək o. Niyə məsələn pambıqdan, taxıldan bəhs edirsiniz? Ya heyvandarlıq olsun, digər sahələr olsun. Bilirsiniz, bu məsələlər bir neçə dəfə Milli Məclisdə də səsləndirdi. Sonra mən Kənd Təsərrüfatı Nazirliyinin müvafiq agentliyi ilə əlaqə saxladım ki, bax bu nə məsələdir ki, filan rayonda deyirlər ki, ta ki 300 nəfərə subsidiya verilməyib taxılçılıqda. Araşdırdıq, gördük ki, bunlar qanunvericiliyin tələblərinə əməl eləməyiblər. Vaxtında sənədlərini təqdim eləməyiblər. Vaxtında o torpağı analizdən keçirməyiblər. Vaxtında yerləri müəyyən olunmayıb və onların icarəyə torpaq götürüb, o başqasının torpağı ilə üstə düşür, bunu da verə bilmirlər. Bilirsiniz, əvvəllər bu proses körtəbii gedib və çox təəssüflər olsun ki, bir neçə il bundan əvvəl müəyyən yoxlamalar aparıldı. Elə rayonlar oldu ki, orada məsəl üçün həddindən artıq 3 qat artıq gördülər ki, burada taxıl əkiblər. Halbuki o torpaq yoxdur. Subsidiya verilmək xatirinə orada çox mənfi hallara yol verilmişdi, araşdırıldı və müəyyən inzibati tədbirlər görüldü. Həmən adamların eləsi oldu ki, məsuliyyətə cəlb olundu. Ancaq indi dövlət istəyir ki, hər şey şəffaf olsun, düzgün olsun. Ona görə də sahibkar bilməlidir ki, burada pambıq əkəcək və onun üçün o yeri hazırlamalıdır. Vaxtında o elektron informasiya vasitəsində oturmalıdır orada. Özünün məlumatlarını verməlidir. Nə qədər torpağa pambıq əkəcək, nə qədər taxıl əkəcək. Hər kəndin də o savadı yoxdur da. Gərək onu o kəndli ilə cəlb eləmək, yönləndirmək lazımdır. Onunla əlaqədar yerlərdə aqrar inkişaf mərkəzləri var, onların mütəxəssisləri var və müəyyən adamlar bilməyəndə ora müraciət edirlər. Yerlərdə mütəxəssislər var, kənd icra nümayəndələri var, bələdiyyələr var. Bilirsiniz, biz hər birimiz qanuna, mən demirəm ki, bunun hamısı rəvan gedir. Yox, negativ hallar da var. Ancaq bu negativ halların çoxu müəyyən qaydada o qanunvericiliyə əməl olunmamasından irəli gəlir. Və sözsüz ki, mən yenə deyirəm, əgər o hallar olmasaydı, biz daha çox məhsul əldə eləyə bilərdik. Bugün Azərbaycan gəncləri kənd təsərrüfatından dediyimiz kimi uzaq durmağa çalışırlar. Sizcə aqronom və ya zootexnik olmaq üçün hansı maddi və ya mənəvi stimulla kəndə qaytarmaq olar? Mən yenə deyirəm, torpağa həvəs olmalıdır. Onu həvəsləndirmək lazımdır. Torpağa həvəs olmalıdır. Bu həvəs ilk yaşından tərbiyə olunmalıdır. İlk yaşın, körpə yaşından tərbiyə olunmalıdır. Siz deyirsiniz, hansı tərbiyənin başlıdır? Öz aləmimizdən mən misal gətirə bilərəm.
şəhərdə yaşayırdıq biz, yenə deyirəm, həyətdə mənim valideynlərim inək, qoyun saxlayırdılar şəhərin mərkəzində və onu yemləndirmənin qaydasını bilirdilər çox əziyyətlə və biz şəxsən eləm gedirdik, onlar üçün yem gətirirdik. Hər gün bir mişoq, iki mişoq ot tapıb gətirirdik ki, onları yedirək. İndi kətdə olan o gənclər ki var, bir çoxuna desən ki, gəl, de görüm, bu inəyi nə tər yemləyirlər, deyir ki, mənim nə borcumdur. Ya o əvvəllər cavan qızlar 15 yaşında, 14 yaşında heyvanlara qulluq eləməyi bacarırdılar, süd çağırdılar, qatıq çala bilirdilər, hətta yağ nehrədə emal eləyə bilirdilər. Amma indi gəl görün bunu bilirmi? Bilirsiniz, yenidim. Bilirsiniz, əvvəldən uşaq vaxtına tərbiyə olunmalıdır. Uşaq vaxtından, uşaq bu 5 yaşında, uşaq 3 yaşında, uşaq ancaq telefon aludəsidir, bir də televizor aludəsidir. Ona valideyn, ata-ana deməlidir ki, ay oğlumdur, gedək mənlə o yeri bir qazaq, o yerdə bir gül əkək, o yerə bir çiçək bastıraq, ya orada bir görək nə əkə bilirik. Uşaq bir yaşdan tərbiyə olunmalıdır. Tərbiyə olunmursa, sözsüz ki, biraz yaşlaşanda o heç vaxt onun əli o işə yetməyəcək. Ona görə də mən yenə deyirəm, bu tərbiyə məktəbdən gəlməlidir, ailədən gəlməlidir. Siz fikir verin ki, əvvəllər orta məktəblərdə əmək təlimləri dərsiz keçirirdilər. Bəli, doğru. Əmək təlimləri bəli bu. Qızlarım ay sağ ol. Bizim qızlarımıza tikiş öyrədirdilər. Ondan sonra bəli paltar tikmək öyrədirdilər. Orada maşınlar var idi. Emalxanada dəzgahlar var idi ki, oğlanlar gedib orada pəncərə şüşəsi düzəldirdilər, qapı düzəldirdilər, hətta dəmirdən müəyyən alətlər düzəldirdilər. İndi bu var. Yoxdur. Kimdir günahkar? Başında kim durur? Başında duranlar yox. Bizim özümüz bunun üçün maraqlı olmalıyıq. Niyə olmamışıq? Əvvəllər var. Niyə olmamışıq? Çünki indi biz bəzi hallarda yad meyllərə uyuruq. Biz Avropadan dərs götürürük, filan yerdən dərs götürürük. Bu, bilirsiniz, bəzi hallarda reallıqlara əsaslanmırıq deyin, geri qalırıq. Hər bir xalqın özünün milli mənəvi dəyərləri var. O milli mənəvi dəyərlərə, o köklərə söykənməlidir. Yoxsa biz birdən gedək, hansı Avropa ölkəsinin gətirək o formulasını qoyaq, bırak ki, bunu yamaq eləyəcəm, onu biz götürməyəcəyik. Ona görə də mütləq kiçik yaşlarından əməyə məhəbbət oyadılmalıdır. Bu var idi. Siz də onu yaqın indi dediniz. Məktəblərdə keçmişdir də. Bizim qızlarımız 3-cü sinifdə oxuyanda, 2-ci sinifdə oxuyanda artıq paltar tikirdilər. Məktəbin həyətində artıq göyərçin saxlayırdılar, quşlar bəsləyirdilər. Məktəbin özünün nar bağı olurdu, alma bağı olurdu. Çıxırdıq, onları belləyirdik. O ağaçları biz buduyurduq. Ondan sonra oranı biz suluyurduq. Bilirsiniz, nə qədər adama ləzzət verirdi. İndi bu gedib valideyn də, kətdə olan valideyn də çox vaxt bunu təbliğ eləmir. Səhər durur, gedir, uşaq qaldı. Ondan sonra uşaq bilmir nəyinə məşğul olur. Uşağın ancaq iş odur ki, televizorun qabağında baxsın. Ya da nə məktəblərdə var, nə də... Yox, biz yenə də deyirəm, müəyyən qaydada hər birimiz bu yolda mübariz olmalıyıq. Biz açıq danışanda kimisə xətrinə dəyir. Tahir müəllim, iqlim dəyişikliyi qapımızı kəsib, demək olar ki. Yaxın 10 ildə Azərbaycanın su qıtlığı səbəbindən hansı məhsullardan tamamilə imtina etməli olacaq? Bilirsiniz, bu dünya problemidir. Dünyada iqlim dəyişiklikləri çox böyük fəsadlar yaradıb, çətinliklər yaradıb. Əlbəttə ki, bunun üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Və siz bilirsiniz ki, Cənab Prezident bu yaxınlarda yeni su anbarlarının tikilmesi haqqında sərəncam imzaladı. Artıq işğaldan azad olunmuş ərazilərdə çox böyük su anbarları yaradılır və bu da həmin ərazilərdə kənd təsərrüfatının suya olan o ehtiyacları var. Müəyyən qaydada biz hardasa bugün 70-75% suyu qıraqdan götürürük. Bizim özümüzün su bazamız çox zəifdir. Ancaq bir çox ölkələrdə bunun müəyyən yolları var. Bu sudan israfçılıqla istifadə olunmur.
yağış suyu yığılır, qar suyu yığılır, digər sular ki var, onlar toplanılır və vaxtında istifadə olunur. Və biz bugün rəqəmlərə nəzər salanda çox ciddi problemlər qarşısında olduğunu görürük. Bilirsiniz, suyun nə qədər israfçılığı var. İçməli suya ölkədə 42% içməli su israf olunur. Əkin suyu. Belə deyil də axı. Bu Bilirsin, zamanlar bu yenə problemlər hardan yaranır? Problemlər. Yəni biz su qıtlığı hiss eləməmişik. İllər öncə su həmişə axar olubdu. Birinci əhali artıb, ikinci böyük massivlər yaranıb, Əhali artıq deyirsiniz Tahir müəllim, əvvəllər hər evdə 7-8 uşaq olurdu. Əhali hardan artsın ki, bir evdə 1-2 uşaq olur. Əzim, əgər biz bir neçə il bundan əvvəl 6 milyon olsaydı, 10 milyonu biz keçmişik. Bunu inkar eləmək olmaz axı. İndi 5 uşaq yoxdur, 3 uşaq var, 2 uşaq var. Nəsə bu artım artıq real faktdır. Onunla əlaqədar bizim çox güclü istehsal sahələrimiz yaranıb. İndi sən Bakıda fikir ver, maşın yuma o məntəqələri nədir deyirlər. Gör, hər gün burada nə qədər su israfçılığa gedir. Biz digər sahələrdə, elə əkin suyunun özündə deyirəm mən, nə qədər bizə israfçılıq var. Ancaq indi su qızıla bərabərdir axı. Sən hər bir insan biraz uzağı görməlidir, fikirləşməlidir ki, mən bugün israfçılığa yol verirəmsə, səhər mənim övladım, nəvəm bundan əziyyət çəkəcək. Bizdə bir çox hallarda bəzi insanlar bunu fikirləşmirlər. Deyirlər, elə bugünün var, sabah nə olacaq. Ancaq ölkə rəhbəri bugün bu istiqamətdə çox mühüm tədbirlər, dövlət proqramları hazırladı, sudan istifadə ilə əlaqədar. Və o istiqamətdə mütləq işlər görülməlidir. Və hər bir kəs anlamalıdır ki, su insan həyatı üçün, bitki həyatı üçün çox vacibdir. Ona görə də biz bu israfçılığa yol verməməliyik, qənaətlə istifadə eləməliyik. Qənaətçilik nə üçün suda istifadə olunmalıdır? Qida məhsullarında istifadə olunmalıdır. Siz götürün, açıq söhbət eləyirik biz. Siz götürün bizim məclislərimizə baxın, toy məclisimizə, yaz məclisimizə. Görün nə qədər qida məhsulları tullanır, gedir, havaya olunur. Bilirsiniz, bir adam bir süfrədə 300 manatlıq yemək yeyə bilməz. Yox, bu qonaqpərvərlik deyil. Bu israfçılıqdır. Qəsd, yox, bu qəsddir. Hələ yenə də düşünmürük, bilirsiniz mi? İndi əvvəl bir məclisdə stolun biri 50 manat itirsə, indi 300 manata qalır. Tahir müəllim, sizcə Azərbaycan kəndlisi müasir texnologiyanı qəbul etməyə hazırdırmı? Yoxsa biz hələ də ənənəvi üsullara daha çox bağlıyıq? İnsanlar irəliyə gedir. Mən düzün deyim, Azərbaycan kəndlisi də, Azərbaycan insanı da yeniliyi qavramaq, yeniliyə əməl etmək əzmindədir. Və bugün müəyyən sahibkarların o kəndlərdə gördüyü işlər bunu deməyə əsas verir. Müasir texnologiya, qabaqcıl təcrübə, toxumdan, pambıqdan, digər məhsullardan səmərəli istifadə etmək demək olar ki, onların özlərinin bir həyat prinsipinə, iş prinsipinə çevrilib. Qabaqcıl təcrübə var, ancaq gerilik də var. Bir çoxları elə yenə də köhnə üsullarla işləmək istəyirlər. Bu da ümumi məhsuldarlığa, ümumi gəlirə ziyan gedir. Yox, bacardıqlar bilirsiniz nə var. Hər bir insan fikir verməlidir ki, artıq köhnə üsulla irəli getmək mümkün deyil. Bunu uşaq da, ağlı kəsən uşaq da başa düşməlidir. Necə dəstək olmaq olar kəndliyə? Bilirsinizmi, mən bu telefondan müəyyən hələ formada istifadə eləməyi o qədər bilmirəm. Amma mənim 5 yaşlı nəvəm bunu məndən yaxşı qavrayıb. Çünki artıq o bilir ki, yol texnologiya yoludur və kompüter o məndən yaxşı idarə eləyir.
Bilirsinizmi? Hər bir kəs bunu anlamalıdır. O deyirlər, zamanı şah. Bəli, zaman bunu tələb edir. Yaxşı yaşamaqdan ötürü, yaxşı oxumaq lazımdır. Yaxşı mütəxəssis olmaqdan ötürü biliklərə mükəmməl yiyələnmək lazımdır. İndi bu açıq deyim də, mən sizə, siz də açıq adamsınız. Bu dünyanın gedişini yaxşı görürsünüz, yaxşı bilirsiniz. 3 ilə universitet qutaran uşaq kimə lazımdır? Ya 150 balla, 120 balla o universitetə qəbul olan, 4 il orada gəlib gedən və gücün bitər oranı qutaran mütəxəssis lazımdırmı? Lazım deyil. Mənim üçün o peşə sahəsinə getsə, sənət ölkəsi dair. Bizdə bir çox hallarda qarşımızı kəsən, uşaqlarımızı kör eləyən nədir? Hər bir valideyn istəyir ki, onun oğlu qızı diplom alsın, ali təhsil alsın. Ancaq Allahın verdiyi bir fitri istedad var. Bir də biliklərin təkmilləşməsi var. Uşaq əgər qavraya bilmirsə, qoy 9-cu sinifdən o geçsin, bir sənət öyrənsin, o torpağa əyilsin, o bir iş sahibi olsun, peşə sahibi olsun. Ancaq valideyn deyir, yox, müəllimin yanına getməlisən, hər ay səni hazırlaşdırmaqdan ötürü bu qədər vəsait verəcəm və instituta girməlisən. Tahir müəllim, suni ət və laboratoriya şəraitdə yetişdirilən məhsullar kütləvləşir. Sizcə, gənclikdə klassik Azərbaycan kəndi öz əhəmiyyətini itirməyəcək ki? Mən elə bilirəm itirməməlidir. Çünki o laboratoriyalarda bizə lazımdır, o analizlər də lazımdır. Əgər doğrudan o analizlər, o laboratoriyalar olmasa, biz yüksək məhsul yetişdirə bilmərik. Bilirsiniz, bugün mən bir neçə gün bundan əvvəl mən əkinçiliyin üstündə oldum. Orada o toxum sortlarının yetişdirməsi ilə maraqlandım və məlum oldu ki, Azərbaycanda son illərdə 100 adda yeni toxum məhsulu yetişdirilib. İki növü yetişdirilib. Bilirsinizmi? İndi bizim çoxumuz bunların adını bilmirik. Və çox sahibkar hələ bundan xəbərdarsınız. Bilirsinizmi? O laboratoriyalar, o analizlər, o elmi kəşflər olmasa, biz heç vaxt yüksək məhsul əldə ala bilmərik. Onlar olmalıdır. Ancaq sahibkar, iş adamı daim həmin prosesləri izləməlidir. İzləməlidir ki, bu torpağına hansı toxumu əksə, oradan yüksək məhsul ala bilər. Bu hansı heyvanı saxlasa, oradan yüksək süd məhsul ala bilər, ət məhsul ala bilər. Bilirsiniz, əlbəttə ki, bu klassik əkinçiliyə, klassik müəyyən adət-ənlərə mane olmamaq şərti ilə Azərbaycan kəndlisi daim torpağa bağlı olub. Bugün də bağlıdır. Ancaq müəyyən məsələlər var, hələ onu dərk eləməkdə, onu işə tətbiq eləməkdə gecikir. O mütləq irəliyə baxmalıdır. Əlaqələr yaratmalıdır. İndi biz tez-tez beynəlxalq konferanslarda da oluruq. Yerdə də bu istiqamətdə çox böyük tədbirlər keçirilir. Və görürsən ki, xarici bir alim elə gözəl izah eləyir ki, ya bir adi sahibkar, xaricdən olan adi bir sahibkar, iş adamı, o məsələlər ilə sağlam münasibət, elə ətraflı münasibət bildirir ki, adam məhəttər qalır. Alim, bu da kətçi. Bunların ikisi də xarici eyni fikirdədir. Bizim də ortamızda elə mütəxəssislər var. Az deyil. Məsələn, kimdir adını? Çoxdur. Birinin adını çək. Çox. Deyəndə o qədər alimlərimiz var ki, məsələn, indi İbrahim müəllim var, qabaqlar Aqrar Universitetinin rektoru olub, pambıqçılıqla əlaqədar onun çox gözəl Səfərov, çox gözəl onun fikirləri var. Faiq müəllim Əkinçiliyi İnstitutunun direktorudur. Baxdıq, çox orada bizim alimlər yaxşı kəşflər eləyiblər. Bugün Aqrar Universitet, Zəfər müəllim bu istiqamətdə yaxşı işlər görülür. Artıq biz bu yaxınlarda həmin Aqrar Universitetin rektorunun Milli Məclisdə komitə olaraq bir dinləməsini keçirdik. Orada çox maraqlı faktlar deyildi.
Bugün Aqrar Universitet 20 xarici ölkə ilə əlaqələr qurub. O fikir mübadilələri, təcrübə mübadilələri aparırlar. Əvvəl əgər Aqrar Universitetdə maraq az idisə, indi bilirsiniz, artıq bir çox xarici ölkələrdən, İngiltərədən, Rusiyadan, digər ölkələrdən orada tələbələr oxuyur. Yüzlərlə tələbə var orada. Artıq 345 nə qədər xarici tələbə bu dəqiqə universitetdə oxuyur. Bilirsiniz, bunlar nədən irəli gəlir? Bunlar ondan irəli gəlir ki, artıq maraq var. Və siz əgər Aqrar Universitetin o təcrübə sahəsi ilə tanış olsanız, orada yaradılan o şəraiti görsəniz, oradan da deyirsiniz ki, irəliyə doğru nə qədər inkişaf var. Ancaq bunun təbliğatı lazımdır. Bunun izahı lazımdır ki, o uşaq bilsin ki, bu universitetə gələcək, burada nəzəri bilikləri almaqla bərabər həmən təcrübə sahəsində gedib heyvanlara baxacaq, orada balıqçılığa, orada pambıqçılığa, toxumçuluğa, digər sahələrə maraq göstərəcək və onunla tanış olacaq. Bunun geniş təbliğatı lazımdır və çox hallarda biz bunu təbliğ eləyə bilmirik. Gərək təbliğ eləyək. Tahir müəllim, siz həm siyasətçisiniz, həm də qələm adamı. Hansı Tahir Rzayev daha azaddır? Tribunasındakı yoxsa ağ vərəqdə baş-başa duran Tahir müəllim? Belə baxın, hər bir insanın özünün bir maraq dairəsi olmalıdır. Sənətə, musiqiyə, rəssamlığa, digər sahələrə. Çünki mən o insana xoşbəxt hiss edirəm ki, o öz milli dəyərlərinə üstünlük verir. Hardasa bir sahə ilə məşğul olur. Mən lap orta məktəb yaşlarından poeziya vurğun olmuşam. 13 yaşında ilk şeirim çap olunub qəzetdə. O gündən bu günə kimi mən yaradıcılıqla məşğulam. Artıq 29 kitabım nəşr olunub. Bunun 20 bilirdim, maşallah. 29 kitabdır. Bunun əksəriyyəti poeziyadır, şeirdir. Bu əlbəttə ki, mənim bir mənəvi dünyamdır. Torpaq haqqında şeiriniz. Ancaq mən həm də siyasətçiyəm. Bir çoxları deyir ki, tədbir keçirdək, nə bilim belə. Mən deyirəm ki, bugün mən daha çox siyasətlə, qanunvericiliklə məşğul olmalıyam və bütün fikirlərim ora yönülüb. Ancaq boş vaxtlarımda, mən asudə vaxtlarımda yenə də yaradıcılıqla məşğulam. Gecə saat 2-də olsa, 3-də olsa, nə vaxt olsa da poeziya ilə məşğulam. Və əlbəttə ki, bu mənə bir mənəvi ruh verir. Və hər bir insan da elə bilirəm ki, nədənsə bir mənəvi zövq almalıdır. İdman mənim həyatımın mənasıdır. Məşğul olmuşam. Bugün də şahmat oynamağa çox böyük üstünlük verirəm. İdman oyunlarını izləyirəm. Xüsusilə futbola çox marağım var gənclikdə. O sahədə olmuşam. Gənclikdə boksla məşğul olmuşam. Yenə də o boksçuları izləyirəm. Digər tərəfdən muğama, rəssamlığa çox böyük həvəsi var. Elə gün olmur ki, gecə mən hansısa bir muğam ustasının o ifasını dinləməmiş yata bilim, ya uyuya bilim. Bilirsiniz, bu bir həyatdır, insanın həyatıdır. Bu olmalıdır. Torpaq haqqında deyirsən, torpaq bizim anamızdır. Bir şeirlərimə bir balaca kuplet deyə bilərəm. Maraqlı olur. Torpaq anamızdır, həm də vətəndir. Əzizlər, böyüdər, yaşadar bizi. Torpaq müqəddəsdir, candır, bədəndir. Sevsək, sevindirər ürəyimizi. Allah həmişə ürəyimizi. Düşmənin bağrına od salanları sıxar sinəsinə fəxr ilə hər an. Torpağa baş əyib ucalanları nə insan unudar, nə də ki zaman. Həqiqətən belədir. Biz torpağın sahibləriyik. Bu torpaq, bu vətən bizimdir.
torpağını, vətəninin qədrini bilən hər bir insan onun uğrunda çalışmalıdır. Yeri gəlsə bizim şəhidlərimiz kimi Allah onların ruhunu şad eləsin. Onlar kimi o torpaq uğrunda, o vətən uğrunda canlarını verməyə hazır olmalıdırlar. Doğru. Tahir müəllim, Ağcabədinin kəndlərində o illərdən ən çox nəyin həsrətini çəkirsiniz? Bilirsiniz, indi Ağcabədinin 44 kəndi var, bir qəsəbəsi var. Mən düzün deyim, hamısını mən abad görürəm. Tamam fərqlidir indi kəndlər. 30 il bundan əvvəlki kənd o qədər böyüyüb ki, təsəvvür eləmək mümkün deyil. Nəinki kənd böyüyüb, insanların şəraiti yaxşılaşıb. Və biz naşükür olmamalıyıq. Bəzi hallarda çox gilələnirik. Ancaq o vaxtki səviyyə ilə insanların indi yaşayış səviyyəsini müqayisə eləyəndə görürəm ki, həddindən artıq mümbit, yaxşı şərait var və həyat şərait var. Bugün kəndçinin qapısında maşını var, televizori var, yaxşı imarəti var, hər bir şeyi var və torpağı da var. Torpağı var, əkin biçini yoxdur. Gərək Çox olsun, qəribədir. gərək orada geçsin, işləsin. Əvvəllər kəndə gedəndə özümüzü kənd havasında hiss eləyirdik. İndi hiss olunmur, şəhər evindən seçilmir. Budur. Villalar var. Baxırsan, 3 mərtəbəli villalar ucaldıblar da. Torpaq həyatda onunla bazara gedib meyvə tərəvəz alır. Eləsi var, vallah qapısında 3 maşını var. Doğru. Bilirsiniz, bu yenə deyirəm, halalları olsun və insanlar Eləsi də var. əvvəllər görürdün ki, qapısında bir dənə jigulsi olan... Düz deyirsiniz, amma eləsi də var ki, torpağa həsrətlə baxır ki, şəraitim olsa biçərəm, yaradaram, əkərəm. Elələr də var. Bilirsinizmi? Aralarında. Hamı sahibkar ola bilməz. Kimsə gedib kiminsə yanında işləməlidir. Yaxşı, Sovet dövründə bizim torpağımız yox idi. Kolxozda gedib işləmirdik. Boş bir adam var idi. Heç kim boş qala bilməzdi. Mütləq, əgər 9-cu sinifi qutarmısansa, sən məktəbə getmirsənsə, mütləq kolxozda gedib haradasa işləməliydin. Yaxud əsgərlikdən gəlmişsə, təhsilin yox idisə, mütləq zavodda işləməliydin, fabrikdə işləməliydin, haradasa işləməliydin. İndi artıq o zavodlar, fabriklər azalıb. Ancaq kəndçiyə torpağı verilir, baxır. Yaxşı, bu sahiblərdirsə, mənim əmim əgər torpağı varsa, orada bir şey yetişdirə bilirsə, mən niyə gedib onun yanında işləməyim? Bugün bir maraqlı məsələ var. Bəlkə də çoxlarının xoşuna gəlməyəcək. Siz deyin. 5 hektarı torpağı olan bir adam qardaşı ilə yaxın-yaxına olub işləmək istəmir. Özün bir ağa hesab eləyir ki, mənim torpağım var, qutardı, getdi. Torpağında hətta özü də işləmir. Şunu qıraqdan gətirir, pambıq becəranı qıraqdan gətirir, traktoristi qıraqdan gətirir, sonra deyir, mən niyə məhsul götürmədim? Bilirsiniz, xarici ölkələrə biz getmişdik bəzi ölkələrdə. Norveçdən mən misal çəkim. Norveçə biz getdik, Oslo'dan çıxırdıq paytaxtdan. Dedilər ki, bura kralın heyvandarlıq kompleksidir. Hökumət burada kral üçün, ölkənin rəhbəri üçün, kral üçün burada ət, süd məhsulları istehsal eləyir, onun ailəsindən ötürü. Amma kral dedilər, müraciət eləyib hökumətə ki, mən istəyirəm əlavə özüm gəlin burada işləyim. Mənə icazə verin, mal-qara saxlayın, burada heyvanlar saxlayım. İcazə verir, saat 3'də deyir, kral öz yoldaşını götürür, gəlir bu fermiyə, orada deyir, onlar heyvanları bəsləyirlər, ondan sonra onları yetişdirirlər, deyir, onun deyir, əldə olunan məhsulu deyir, uşaq bağçalarına verir, yetim xanalara göndərir. Bilirsiniz, indi, əlbəttə ki, indi bilirsiniz, indi 5 hektar yeri olan qardaşı ilə böyür-böyrədir, biz
kooperasiya haqqında qanun qəbul elədik ki, bu kiçik təsərrüfatlar birləşsin, səmərəli işləsinlər. Çünki 3 hektar yerə kombayn gəlir, biçir, sonra gedir 10 kilometr o birisini biçir. Dedik birləşsinlər, heç kim getmədi buna. Bilirsiniz, bax, Anladım. problemlər oradan yaranır. Tahir müəllim, vaxt qıtlığından gəlin biraz qısa eləyək, amma səmimi sizin yaradıcılığınıza toxunmaq istəyirəm. Bu şeirlərinizdə tez-tez vətən, torpaq sevgisi var. Heç olubmu ki, çətin bir siyasi qərar anında bir şeir misrası dadınıza çatsın? Bilirsiniz, valla, mən yenə də deyirəm ki, Şeirlə başa salmısınız? şeirlə çox adam başa salmaq olur. Yəni, bəli. Şeirlə, Elə- bilirsiniz, Yəni, olubmu elə hal ki, şeir misrası? Niyə olmayıb ki? Hə. Bilirsiniz, indi Allah Bəxtiyar müəllimə rəhmət eləsin, mənim müəllim olub Vahibzadə, onun həyat nəşrinsən şeiri var, böyük bir poemadır o. Mən onu yarım saat əzbər deyirəm. Müşfiqin yenə o bağ olaydı şeirdir. Əli Kərimin rəhmətliyin Qaytar ana borcunu, bunlar böyük poemalardır. Bunları əzbər öyrənmişəm mən və demək olar ki, 2 gündən bir təkrarlayam. Və siz ayrı fikirləşməyək də biz gəncliyimizə qaydaq. Biz sevdiyimiz qızı çox vaxt nə ilə başa salırdıq? Şeirlə. Şeirlə, məktubla. Əli Kərimin belə ki, gözəl qız sən saf susan, 2 qəl var susan, mənsə səni sevirəm, susuzluğun od vurub, köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir, rahatca bardaş qurub, kabab üstdən sərin su, pis olmaz deyən kimi. Gözəl qız sən ışıqsan, ömrümə yaraşıqsan, mənsə səni sevirəm, iynənin ucu boyda ışığa həsrət qalan, göz ışıq sevən kimi. O isə səni sevir, bir şən, mağarada, toyda işıqlardan yaranmış, yaraşıq sevən kimi. Danış, ucalsın səsin, qısılmasın nəfəsin, mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən gələn bir səda kimi, səs kimi, qüdrət kimi. O isə səni sevir, gizli deyir ki səndən bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu sən, o da sən. Deyir görək nə deyirsən, ancaq yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə. Cavan bir oğlan istədiyi qıza bu şeiri oxuyur. Qız hansı halda ola bilər? Sözsüz ki, qız təsirlənməlidir, oğlana vurulmalıdır. Sən poeziyanın, musiqinin dili çox şirindir, çox yatımlıdır. Ona görə də əlbəttə ki, yeri gəlir elə nəsihətli şeir var ki, onu deyəndə o qarşıdakı adam sarsılır, o zamana baxır. Bəxtiyar müəllim deyir, qocaldır insanı, qocaldır zaman, ürəyin ateşi közü qocalmır. Dağları, daşları qocaldan zaman nə eləyəm bəs özü, niyə özü qocalmır? Getdi baharımız, yer qışa qaldı, düzlər qara qaldı, yağışa qaldı, bizimki bir quru baxışa qaldı. Nə eləyək? Arzunun gözü qocalmır. Bəxtiyar, düşünək dərindən dərin, xəyallar möhtəşəm, arzular şirin. Əsl sənətkarın, əsl şairin özü qocalsa da sözü qocalmır. İndi bunu hansısa bir adam oxuyanda zaman haqqında, o yaş haqqında bir təsəvvür olunur. Doğrudan da insan qocalır. İnsan xeyirxah olmalıdır. İnsan əgər sənətkar, yaxşı sənətkardırsa, o ölüb gedir, ancaq əməli qalır. Bəxtiyarların, Nizamilərin, Füzulilərin, Səməd Vurğunların həyatı budur. Eləcə bizim böyüklərimizin həyatı budur, ulu öndərimizin həyatı budur. Dünyadan keçənlərimizin həyatı budur ki, bir hikmət, nəsiyyət yoludur. Ona görə də əlbəttə ki, sənət ölməzdir. Nə qədər bu torpaq var, cəmiyyət var, sənətdə yaşayacaq. Tahir müəllim, gənclərə məsləhət verməli olsaydı, siyasətə gəlin deyərdiniz, yoxsa ədəbiyyatdan uzaqlaşmayın? Yox, mən gənclərə istəyərdim ki,
qabiliyyəti, bacarığı olan gənclər inkişaf eləsinlər. Siyasətdə də olsunlar, ədəbiyyatda da olsunlar, mədəni həyatda da olsunlar. Ancaq savad meyardır. Deyə bilmərəm indi ki, bu savadı yoxdur, bu gəlsin olsun siyasətdə, o siyasətdə heç bir uğura nail ola bilməz. Ya da cızmaqara nəsə eləyir, bu gəlsin ədəbiyyata. Bilirsiniz, Mehriban xanım, indi məni təəssüfləndirən nədir? Baxıb görürəm ki, oxuyuram, 2 dənə şeir müəllifidir, bir dənə hekayə müəllifidir. Götürüb Anarın haqqında nələr yazır, nələr rüsvaçı şeylər, fikirlər söylüyor. Və Çingiz Abdullayev haqqında nələr deyir, bizim başqalar haqqında. Mən öz-özümə belə çox təəccüb edirəm ki, axı sən ortaya nə qoymusan? Ya bizim sənət adamların və bəzən görürəm o cızmaqar eləyənlər yox. 1-2 dənə mahnı oxuyan adam çıxdı ora, qız çıxdı, mən böyük sənətkaram, sənət belə gəldi, nə getdi. Axı sənin nə sənətin var? Şəraiti yaradanlar da var. Yox, şəraiti əzizim, bilirsiniz. Şəraiti yaradanlar günahkar. İnsanın özünün də özündə abır-həyi olmalıdır. Bilirsiniz, o Müşfiqin sözü var. O güzüyə baxmalıdır. Görməlidir ki, bu güzüdə nə var? O rəhmətli Cəlil Məmmədquluzadə Molla Nəsrəddinin ilk nömrələrində güzgünü çəkdi və dedi, bu güzüyə baxın. Və güzüdə özünüzü görün. Meymunsan, meymunu çək ki, meymunsan, meymunsan. İndi insan özü bir bilməlidir ki, bu cəmiyyətə nə verdi və cəmiyyətdən nə tələb eləyir. Bu, çıxıb orada, belə nə bilim, bayağı, ondan sonra işrət doğuran mahnılar oxumamalıdır, özünün paltarını göstərməməlidir, özünü reklam eləməməlidir. Heç olmasa biz bir millət kimi o dəyərlərimizi saxlamalıyıq. Çox sərbəstlik olubdur. Əvvəllər bədii şura var idi. Əzim, sərbəstlik verilsin. Bizə də sərbəstlik verilib də. Biz də sərbəstlik var. Millət vəkilləri daha çox sərbəstdirlər də. Bunların özlərinin toxunulmazlığı var, sərbəstdirlər. Yaxşı, indi nə olmalıdır ki? Həndazəni aşmalıdır hamı. Sərbəstlik, insan deyildiyimiz kimdə başlayanda müstəqil olmalıdır da. İnsanın xoşbəxtliyi odur ki, müstəqildir, azaddır. Bəli, özün görməlidir ki, axı bu mənə uyğun deyil. Mən çıxıb burada əmmaməli eləyirəm. Hamı da mənə gülür. Gülür və sən sonra özünü sənətkar hesab edirsən, ya özünü böyük şair hesab edirsən. Nə yazırsan? Deyə görüm sənin yazdığını bir adamın dilində var. İndi biz bir neçə şeir nümunəsi dedik də. Bu 40 il bundan əvvəl yazıb da. Əli Kərim rəhmətli bunu. Aktuallığını itirib. Digərləri biz Səməd Vurğunumuzu, Nizamimizi, Həbəşə xatır. Bunlar axı əsrlərlə bundan əvvəl bunu yazıblar. O sənət odur. Yoxsa sən başda, indi Anar böyük sənətkardır. Azərbaycan üçün böyük sənətkardır. Mən belə hiss eləyirəm. Əgər Anar başqa dövlətin bir nümayəndə, xalqın nümayəndəsi çoxdan Nobel mükafatı almışdı. Amma yerində duran adam bilmir ağsaqqal nədir, ağbirçək nədir, başlayır rüsvaçı. Ona görə gəncliyimizi ağırlı görmək istəyirəm. Doğru. Çox sağ olun Tahir müəllim. Tahir müəllim, bugün bizə həm bir millət vəkilinin ciddiyyətini, həm də bir şairin kövrək qəlbinə xas səmiyyətini bəxş etdiniz. Söhbətimiz üçün təşəkkür edirəm. Həm siyasi, həm də yaradıcılıq fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Arzu edirik ki, dövlətimizin qüdrətini, millətimizin birliyi, sizin kimi ziyalılarımızın sənət eşqi hər zaman sarsılmaz olsun. Hörmətli tamaşaçılar, bununla verilişimiz sona çatdı. Sağ olun. Mehriban görüş verilişinə qədər.